Rəssam Mixail Savitski İkinci Dünya müharibəsi zamanı Sevastopol döyüşündə almanlara əsir düşdü. Faşist düşərgəsinə göndərildi. 1945-ci ildə Amerika ordusu tərəfindən məhkumlar azad edildi. Rəssamın Qəlbdəki Rəqəmlər adlı tablo silsiləsi var. Burada Mixail Savitski müharibənin və faşist düşərgəsinin dəhşətlərini əks etdirib. Azad edilmə. Sovet əskəri insanları xilas edir. Lənətlənmə. Məhkumların istirabını göstərir. Yaz teatrı. Buldozerlarla meyitlər quyuya tökülür. Seçim. Gənc, sağlam qadınları xüsusi dərmanların istifadəsi üçün toplayıblar. Alovla rəqs. Dərmanları istifadə edib ölmüş qadınları tonqalda yandırırlar. 32.815 nömrəli məhkum tablosunda rəssam özünü əks etdirib. Sağ qalanlar. Bu gənclər ölmə qalib gəliblər.